Yanvar ayından bu yana Azərbaycan bir qəpik də olsun zənginləşməyib. Rəsmi statistikaya əsasən istehsalımız 0% artıb bu 5 ay ərzində. Yerində sayıb. Qonşu Qafqaz ölkələrində isə artım 7-8%-lərdədir. Azərbaycanın getdikcə daha da çox geridə qalacağını biz Respublikaçı Alternativ Partiyası illər əvvəl deyirdik. Amma dinləyən olmadı. Problemin ciddiliyi hamının gözünə indi-indilərdə girməyə başlayır. Seçki mənə və bir çox digərlərinə qarşı yenə saxtalaşdırılandan sonra. Rəsmi rəqəmlər həm də göstərir ki, son 5 ayda ölkənin neftdən qazancı da 1% azalıb. Amma biz bilirik, İranda müharibə başlayandan fevraldan bəri neftin, qazın qiyməti 3 aydır göylə uçur. Azərbaycanın gəliri niyə azalsın? Nə nəticə çıxardaq? İstehsal ölkəmizdə o qədər düşdü ki, birdən-birə qiymətin artmasına baxmayaraq, hətta neft qazdan belə Azərbaycan indi zənginləşə bilmir da. Yoxsa neftin, qazın satışında qara mühasibat yaranıb, xəbərimiz yoxdur. Bu 0%lik göstəricini izah edərkən hökumət indi deyir ki, 1-2 dənə dövlət layihəsini təxirə salmışıq deyə artım yoxdur. İqtisadiyyatımız sadəcə 0 aşmaqdan ötürü, plusa çıxmaqdan ötürü 1-2 dövlət layihəsinə möhtacdırsa, bu o deməkdir ki, iqtisadiyyat yoxdur. Aşırı dövlət nəzarəti və müdaxiləsi onu məhv etmişdir. Hakimiyyətdəkilər elə bilir ki, Maliyyə Nazirliyi, Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi, Baş Nazir, Prezident və digərləri sırf iqtisadi sahə üzrə fərman və qərarlar verməklə iqtisadiyyatı yoluna qoya bilərlər. Hətta öz aralarında mübahisə də edirlər ki, bəlkə biraz çox pul çap eləyək, bazara ataq və ya əksinə biraz az eləyək. Əsas məsələni unudurlar. İqtisadiyyat naminə, yoluna qoyulası birinci qurum, birinci sahə məhkəmədir, hüquq mühafizədir. Onları yoluna qoymadan biznes və adi insanın nəfəs almaq istədiyi azadlıq havasının zəhərlənməsi davam etdikcə bizdə heç vaxt iqtisadi dirçəliş olmayacaq. Hakim Yeni Azərbaycan Partiyasını gələn seçkidə səsinizlə uduzdurun. Bizim Respublikaçı Alternativ Partiyasına, Real Partiyasına səs verin. Geriləmənin səbəbini bizdən yaxşı, bizdən dəqiq və yetərincə çoxdan vaxtında göstərən yoxdur və olmayıb. İqtisadiyyat reallıqdır.